Aparma, Ne aparma. bizim dala? Aparma, aparma, Allah'ım aparma. dala. Gedib, aparma, aparma. Ne git böyle bir Bir de gör ne deyirəm, gör nə deyirəm. Böyle bir çek. Bildi mi göz yedim ne olacak? Yox, ki bölərdik də. Kaçtasan sen ha? Sen de kasıbsan biz de kasıbca bir Ha, de ben kasım zat değilim bildiğin. Kaçtasan sen ha? Yox, Öyle bir şey. bölərdik də pulu bölərdik Aa. gedib. Tapmısan da tapmısan. Öyle İtirmən. bir çek. Gel gidelim. Ne oldu kardeş? Kaşokumu düşürdün sen he? Benim kaş lokum zaten Değil. düşmüyor. Cebimde de öz kaş lokum. Ha, bak gibi ya. Bak buradadır benim kaş lokum yerindedir. Bu senin kaş lokumdur. Senin değil. Yo bu benim değil. Kardeş senindir. senindir. Deyirəm ki benim değil. Deyirəm senindir. De bəsəlim senindir. Əli bas götür bunu. Evet. Götür bunu. Yok ben istemiyorum. Götür bunu. İstemiyorum. Yaxşı O qulaq as. senindir. Dinləmək bacarığın var. Ha? Dinləmək Var. bacarığın var. Ben Müslümanım. Yaxşı. Onda O senindir. bu bilirsən niyə səndir? Bilirsən niyə? Hə? Çünki sən bunu mənə geri qaytardın. Ona görə də bu sənindir. Sənin ürəyin təmizdir deyə bu Kardeş sənindir. o senindir. Hə. İndi sən bilmirsən də bunun üstündə nə qədər var, düzdür? Gözlə, səbirli ol, getmə. Bax. And olsun ki, mənim kaş lokumu onsuz da kimsə mənə geri qaytarsaydı. O sənindir. Səbirli ol. Yox. Mənimdir, yaxşı. Yox, Mənimdir, yox. prosta sənə verirəm. Ben öyle bir insanım ki o senindir. Vəssalam. Bildim. Lazım değil. İstemiyorum. Sən bir dənə səbirli ol. O senindir qulaq as. vəssalam. Bir dənə səbirli ol, gör nə deyirəm. Bax, bunu səmimi qəlbdən sənə verirəm, çünki ürəyin təmizdir. Götür bunu. Bax, atqaz da istəmirəm. Öz xeyir bildiyin şey xərcləyərsən. Qaqa. Götür. O yok. Götür bunu. İstemiyorum da istemiyorum. Sən qulaq as mənə. İstemiyorum. Çətin adam çıxdı. Sen Müslüman dilinde başa düşürsən. İstemiyorum. Götür bunu, götür bunu. Всё, özündən müğayət ol. Hər şey yaxşıdır. Get. Allah səninlədir. Gözlə. Hə, buyur. Salam. Ne salam ha? Hansı Allahın bir dəqiqə göz. Kardeşim. Allahın salamı deyirsən də yəqin, hə? Ne lazımdı? Hə, yox, qalmadı. Allahın salamı qalmadı. Buyur ne Hə, lazım? indi əmanəti qaytar. Kaç loku ver? Ne verəcəkdim də sana? Verməyə gəlirdim də qaça-qaça. Hə? Bəli. Mən prosta bu yana gedirdim axı. Sən niyə bu yana gedirdin? Bak görsündən pul götürmüşəm bunu. Gözlə. Tut bunu. Tutun bunu. Onda sunkava niyə qoyubsan? Sunkama qoydum, əlimdə fırlat. Bəs Gözlə. Hə. Pulun hamısı yerindədir, amma Götürməmişəm. gör nə deyirəm sənə. Düşdü səndən. Bir dəqiqə xəbərin var çəkilişdir. Bir dəqiqə 100 mindən insan sənə baxır. Olmaz işi qardaşım. Olmadı ki, sənə demək lazımdır, bizə yox. Mən sənə gətirib verirdim. Nə deyirəm, pul götürməmişəm sən. Bu dünyada insan şərəfi ilə yaşamalıdır. Ondan bundan pul götürərək, bunun nəyinsə oğurlayaraq qabaq gedə bilməzsən. Hamd olsun Allaha ki, buradan mən sənə onsuz da pul verəcəkdim. Sadəcə sən bu pulu belə oğurluqla yox, halal yolla alacaqydın. Başa düşdün? İndi sənə buradan bir dənə pul verəcəm. Tut bunu, tut bunu. Mən pulu götürdüm, Hə, sənə götür. gətirib verirdim. Yəni sənə pul verəcəm. Sənə düşən Mən- pul. Sənə düşən. 20 qəpiyim vardı, onu ver. Deyəm dəqiqə. Yox, mən verəcəm bir dəsə. Mənə pula ehtiyacım O tərəf bu tərəfə baxıb bu tərəfə qaçırdın ha? Bunu götür, Ehtiyacı yox, bunu amma götür. qaçır. Götür. Bunu indi qoy cibinə. Amma pullar olan yerə qoyma. Çünki bu sənin üçün xatirə qalsın baba. Sən də bunun kimi bir qəpiksən elə. Davay. olmadı da. Get şuna məşğul. Bax. Hə, bizim kaşloku tapdın da sən. Bizim də o. O yox, olsun da o oğlanın diyor. Ben size oturmamışım, ne sizin yanınızda. Sizin Ki böyləydi hə. Ne böyle, ne böyle? Valla. Niçin bölmeliyik? Hayır olsun göbek. Oğlana da bana oğlana verəm onu. Vercə bir Her o evi yaxşı. Bilirdi xərcləyirdi gedin restoranda oturaq. Restoranda oturaq. Danışırsan. Yiyib içərik. Yok, ver. Bu kaşloku verib sevap Yok, qazanırsan. yok. Əlbəttə. Mesela kimisə bir oğlumdur. Ben necə verim? Vermə. Gözlə gör nə deyirəm, vermə də. Hara Getdin sən. Şimdi bu kaşık sizden düşüp diye biz orada oturmuştuk. Ben de sizin yanınızdaydım. Mənim kaşlokum cibimdədir, bu mənim deyil. Yok bu sizin kaşıktı. Hakikaten de sizin Bu kaşık. kaşlok mənim deyil, sənindir.
Yox, valla sizindir bu. Həqiqətən də sizin qaşokdur bu. Bu bilirsən niyə səndir? Çünki sənin ürəyin təmizdir, ona görə səndir. Hal-hazırda sosial eksperiment heç çəkilişdir. Biz insanları yoxlayırdıq. And olsun ki, kim tapsaydı onsuz da buradan ona pul verəcəkdim. İndi mən çox xahiş edərdim ki, götürəsiz. Yox, bu mənim borcumdur ki, belə bir şey. Mən onun üçün eləməmişəm. Mən onun üçün eləməmişəm. Həqiqətən. Bunu götürün, öz ehtiyaclarınıza xərcləyin. Yaxşı? Oldu. Amma havalıq eysənsə götürürəm. Siz də sağ olun. Sağ ol. Özünə müğayət ol. Sağ ol. Haydi o. Gözlə, vermə. Qaşlıqı verirdin? Burada bir yerdə börəkdə nə versən ki? Siz deyir yox, o öz qaşılıq. Bildim, sən gör verib yaxşı insan olacaqsan. Əlbəttə ki. Mən deyirdim bölərdik də dayı. Yox. Ver, bölər. Keç ona vermə, o çıxdı getdi. Xəbəri yoxdur onun. Yox, Valla. Səni olsa heç kim saymayacaq. Yaxşılıq elədiyinə görə. polisi zəng gəlib. Yox, elə deyil. Xahiş çıxıb gedir. Deyə bu baxım görə var gedir. Sonra bölərək. Bildim. Bölmə hələ. Hələ böl. Sən də kasıb insansan, mən də gəl bir də Mən xərcləyəm. kasıb, mən xoşbəxtəm bu dünyada. Kasıbdan xoşbəxt olmur. Ay qardaş, bəs sizə əl çəkin də. Mən o pulu Qulaq as da, mən də deyirəm ki, qulaq as. Mən səndən qulaq asım. Sən Pendir çörək yeməkdən mədəmiz ağrıyır. Gəl bölək dayı. Gedək oturaq restoranda. Mən hesabı sizə alardım. Xahiş mənə mane olmurdu. Özün bilərsən. Yox. Ay canım, hadi. Buyur dayı. Gedirsən, bir fikir ver də, cibinə düşüb gör. Bir kere nə fikrə getmisən? Mənim kaşlokum cibimdədir. O Bu mənim deyil. nədir? Fikir kim? Bu sizindir. Veriyəlim mən. Sən Bu sizindir. Ay canım oğlum. Düşüb sənin cibindən İstəmirsən cibimə qoy bunları hamısı. Bax, pullarını mən. Dayı, Mənə burada nə varsa bu sizindir. Bilirsiniz niyə? Yox, mən Bilirsiniz niyə? Çünki sənin bu ürəyin təmizdir, ona görə bu sənindir. ürəyim təmiz olsun, Başa düşdün? elə təmiz qalsın. Sən bunu mənə gətirməsəydin nə olacaq idi? Heç başqa sabun Aparmışdı, düzdür. İndi sən mənə bunu gətirmisən, deməli bu sənindir. Yox, bu mənim deyil. İndi nə imkanı var, o başqa söhbətdir. İndi nə imkanı çatır, elə bəsələ. Çox yox, bu çox. Götür. Oldu, özünə müğayət ol. Çoxdur mənim üçün, çoxdur 200 manat. 100 manat. Dəvət, sağ ol. Evet, Sağ ol, adını da görürüm. Mənim Arif, Maraqdır mənim adım. Oldu, çox Allah qəlbinə görə versin. Sağ ol. sağ ol, çox. Gözü. Gəl onu bölək. Qardaşım. Deyirəm onu bir qaqa. Bölək də bölək. Böyle kimsən ki, qəsən. Bölək də, şey eləmə. Hara getsin? Gedib restoranda kef eləyək də, da gedib çıxıb getdi də o. Çıxıb getdi də, çıxıb getdi. Səndir bu qaqa. Gözlə. Yo, mən Vallah səndir. Vallah. Deyirəm, mən- Səndən düşüb vallah. Mən kaşlıqım Qaqa cibimdə. Allah'ın olsun. Bu sənindir. Qaqa vallah tekrar qohumuma soy səndən düşüb vallah. Baxa bilərsən. Vallah, xahiş edirəm. Qardaşım, amma Qaqa var. bildim. Biz Yo. salam yeyən deyilik qaqa. Başıma dönərəm. Allah ona əvəzimizi etdirər inşallah. Amin. Hay dostum, bu mənim deyil də, bu sizindir. Bilirsən nə üçün? Bilirsən nə üçün? Nə üçün abi? Bir dinləyin məni, bir səbirli olun, dinləyin məni. Çünki bu ürəyi təmiz insanındır. Allah sizə Başa düşdün? Sən də ürəyin təmizdir. Allah köməyin olsun. Ona görə də bu sənindir. And olsun Allah ki, indi məsələn çəkilişdir. Çəkiliş. Sən abi. Hə, çəkiliş olmasaydı belə, mən yenə bu kaşlıqdan sizə pul verəcəkdim. Amma çəkilişdir deyə hamısını verəcəm. Sağ ol. Bu səni. Allah razı olsun. Sağ ol abi. Allah sənin kimi qardaşlarımızı var eləsin. Allah köməyin olsun. Sağ olun. Başıma dönərəm. Özünüzdən müğayət olun. Hala qardaşım. Gəlin bura. Özünüzdən müğayət olun. Allah razı olsun. Xeyir işlərə xərcləyin. Qardaşım sağ ol. Allah həvəs. Yaxşı? Sağ ol. Allah razı olsun. Sağ ol. Sağ ol. Görürsünüz də əziz izləyicilər.
İndi təsəvvürləyin ki, bir insana deyirsən ki, 200 manatı götürürsən, yoxsa 200 min manatı. O promoy deyəcək ki, sənə əlbəttə ki, 200 min manatı götürürəm. Düzdür? Heç kim 200 manatı götürməz, 200 min manatı götürər. Amma sən desən ki, sən bu dünyada 70-80 il yaşayacaqsan, 70-80 il yaşayacaqsan, onu seçirsən, yoxsa əbədiyyatı, Allahı seçirsən, əlbəttə ki, hamı deyəcək, Allahı seçirəm, əbədiyyatı seçirəm, amma heç kim Allah üçün yaşamır demək olar ki. 99% insanlar Allah üçün yaşamır demək olar ki. Hamı o 200 manatın acıdır. Heç kim əbədiyyatı istəmir və ona görə də bu dünyamız bu gündədir. Və ona görə də özünüz görürdünüzsə, mən pulu onsuz da ona verirdim, gördünüz. Elə bir ki, bu 400 manatın əvəzinə, o elə bir ki, 10 qəpiyi götürdü, getdi. Və həyat budur, həyat insana dərsdir, bəzən də bəladır. Özünüzdən müğayət olun.